Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Elsəvər Vəliyev 4-cü 5-ci sinif testindən 5-ci sinif LGS 1-i paylaşacağım. Digər 4-cü sinifin bitməyinə az qalıb, ona görə 5-ci sinifdən də başlamaq istədim. LGS 1-in riyaziyyat hissəsindən başlayaq birinci testimizə. Birinci testimizdə deyir ki, aşağıdaki figurun perimetrini tapın. Sahənin tapılması mövzusuna əsasən biz bilirik ki, bu tip testlərdə biz rəqəmlərimizi yazmalıyıq. Yəni hansı tərəf neçəyə bərabərdir, ilk öncə onu tapmalıyıq. Biz burada bilirik ki, bu hissə bura 7'dir, bura 5'dirsə, bura 12'dir. Düzdürmü? İndi toplayırıq. 12 plus 11 bu elə bil bizə məlum olan hissələr toplayırıq. 7 plus, baxın, bu hissə ilə bu hissənin cəmi aşağıdakına bərabərdirsə, mən ümumi o hissəyə bir 11 yazıram. Çünki eynidir də aşağı hissəsi. Və plus 5 və bu cəmdə bizə bərabər eləyəcək 46'ya. Yəni bunların perimetri, bu figurların bu şəkildə perimetri tamamlamaqla həll olunur və hesablanır. İkinci sualda deyir ki, perimetri 160 metr olan kvadrat şəkilli tarlanın sahəsi neçədir? Perimetri 160'dırsa P bərabərdir 4A'dır. 4A bərabərdir 160'dırsa A bərabərdir 40'dır. Düzdürmü? Tərəf 40'dırsa sahə 1600 eləyəcəkmi? Biz de bilirik ki bir arımız 100 kvadrat metrdir. Düzdürmü? Və bizdən neçə ardır deyəndə metrimizi 100'ə bölürük. Eləyəcək 16 ar. Üçüncü sualda. Bir məntəqədən eyni anda əks istiqamətlərə yola düşən, baxın, əks istiqamətləri xüsusi yadınızda saxlayın. Məsafəmiz 4 T bərabərdir 4'dür. S bərabərdir 760'dır. V'yi tapmaq üçün V bərabərdir S bölək T. Yəni 760 bölək 4. 760'ı 4'ə böləndə neçə düşəcək? Uşaqlar 1, 4, 36, 190. Bərabər 190. Birinin sürəti 190'dır, digərininki 85'dir. Əks istiqamətlərlə olduğuna görə 190'dan 85 çıxacaq. Qalacaq bizə 105C variantı. Dördüncü sual. Ölçüləri 9,3 metr olan düzbucaqlı şəklində eyvanın döşəməsini tam örtmək üçün ən az hansı ölçüdə xalça lazımdır? En3'dür, uzun 9'dur. Və bunun sahəsini tapmaq üçün 27 kvadrat metr ən az xalça lazımdır. Sonra 5-ci sualda 545 bölək 5 əməli aşağıdakı hansı məsələnin həlli ola bilməz? 545 ədəd neçə dənə 5'in cəmindən ibarətdir? Ödəyir. 545 alma 5 bərabər hissəyə bölünsə, bir hissədə neçə almalar ödəyir? 545 ədədi 5'in neçə mislidir? Ödəyir. 5'in neçə dəfə öz-özünə vursaq 545 ədədini əldə edərik? Səhvdir. Çünki bu 5'in qüvvəti şəklində yazılmalıdır və bu şərtimiz bizim cavabımıza aid, yəni ifadəmizə aid deyil. 6-cı sualda. 6-cı sualda deyir ki, teatr biletinin qiyməti məktəblilər üçün 6 manat, böyüklər üçün isə 10 manatdır. 5-ci siniflərdə 25 şagird ise 25'i vururam 6'ya eləyəcək 150. 8 dənə valideyn ise 8'i də vururam 10'a eləyəcək 80. 150'nin üzərində də 80 gəlirəm, eləyəcək 230 B variantı. 7-ci sualda. 7-ci sualda deyir ki, bank kassasında 16 ədəd 10 qəpiklik. 16'yı vururam 10'a, eləyəcək 160 qəpik. 160 qəpik də 1 manat 60 qəpik deməkdir. 12'yi vururam 20'yə. 12 vuraq 20 eləyəcək 240 qəpik. Yəni 2 manat 40 qəpiyə. 8 ədəd 50 qəpiklik var. 8'i vururam 50'yə, eləyəcək 400. O da eləyəcək 4 manat. 1 manat 60 qəpiklə 2 manat 40 qəpik 4 manata bərabərdir. Toplayanda 4 ilə də 4'ü toplayanda cəmi 8 manat pulu var. 8-ci sualda. Qrupdakı uşaqların yaşlarının cəmi 28'dir. 3 il sonra onların yaşlarının cəmi 52 olacaq. Qrupda neçə uşaq var? Baxın,
Biz elə ədəd tapmalıyıq ki, 3-ə vurur. 3-ə vurub 52-dən çıxanda 28 yazsın. Variantlarla işləyək. 6-yı 3-ə vuranda 18, 52-dən 18 çıxanda son 4 eləyəcək. Bu deyil. 8-i 3-ə vuranda 24, 52-dən 24 çıxanda bəli 28 eləyir. Deməli 8 uşağın 3 il sonra yaşları cəmi 52-dirsə, qrupdakı 3 il sonra hal-hazırda neçə uşaq var? 8 uşaq olduğunu tapa bilərik. 9-cu sualda. Verilən bərabərsizlikdəki boşluğa aşağıdakı ədədlərin hansı yazıla bilməz? 35.204-dən kiçik ədəd burada 35.304-dür. Nəyə görə yazıla bilməz? Çünki 35.204-dən böyük bir ədəd verilib bizə. 10-cu sual. 4'te 3 kəsinin ədəd oxundakı yeri hansı variantda doğru verilmişdir? Birinci A variantında 3,5 verilməlidir. B variantında 3'te 2 verilməlidir. C variantında 4'te 3 doğrudur. Bəli. 1, 2, 3, 4, 5. D variantında da 5'te 4 olmalıdır. 11-ci sualda. Deyir 4'te 3 hissəsi 18 olan ədəd. Hissəsinə görə ədədi taparkən ədədi hissə göstərilən ədədin tərsinə vururuq və yaxud da hissə göstərilən ədədə bölürükdür. Böləndə də surət və məxərc yeni dəyişir və vurağa hasilə çevrilir. Eləcə 6, 24 və deyir ki bizə 24 ədədinin 2də birini tapın. 12 A variantı. 12-ci sual. 5 ardıcıl natural ədədin cəmi 120 olarsa, bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün cəmini tapın. 5 ardıcıl natural ədədi soruşursa 120-ni 5'ə bölürəm. Eləcək 24. 24'dən başlasaq 24 plus 25 plus 26, 27 və 28. Gəlin baxaq görək bunların cəmi 120 mi edir? 1, 2, 3, 4, 5, 100 burada var. 9, 15, 15, 20, 15, 22, 23, 30 eləyəcək axı burada. Aha. 9, 9'un üstə 6 gələndə 15, 15'in üstə 7 gələndə eləyəcək 20, 20 hədə 22, 30 eləyəcək. 100'ün üzərinə 1, 2, 3, 4, 5, 100'ün üzərinə 120, 130 eləyəcək. 24'dən başlamırıq. 23'dən başlasaq 23, 24, 25, 26, 27, 2, 4, 5. 23 ilə 27'nin cəmi 50 eləyəcək. Bəli. Gəlin baxaq görək. 7, 12, 18, 7, 12, 18, 25. Aha, 7'dən də başlamayacaq. 22'den başlayaq. 22, 23, 24, 25, 26. 22 ilə 26'nın cəmi 48'dir. Böyüklə kiçiyin cəmi soruşur. 5, 9, 14, 20. Bəli. Deməli, ədədimiz nədən başlayacaq? Bunu dəqiqləşdirək sizlə. 24 ortadakı ədəd olacaq. 22, 22, 23, 24, 25 və 26. Sonuncu rəqəmlərdə, yəni sonuncu kiçiklə böyüklə toplayanda eləyəcək 48 B variantı. Növbəti 13-cü sualda aşağıda verilənlərdən hansı doğru deyil? Doğru deyildiyini 2 dəqiqə 28 saniyə, 148 saniyə yoxlayaq. 1 dəqiqəmiz 60 saniyədirsə, 2 dəqiqəmiz 120'dir. 120'nin üzərinə 28 gəlir, 148 bu doğrudur. Doğru olmayan soruşur. 3 saat 25 dəqiqə. 1 saatimiz 60 dəqiqədırsa, 3'ü 60'a vuranda 180. 180'in üzərinə 25 gəlir, 205 doğrudur. 3205 metr. 3 kilometr 205 metr doğrudur. 4280 millimetr. 1 millimetr, 1 santimetrimiz 10 millimetrdir. Eləyəcək 428 santimetr. Bu səhvdir. Yəni cavabımız bizdən soruşulan cavab D variantıdır. 14-cü sual. 2 natural ədəddən biri digərinə bölündükdə natamam qismət 13. Aha. X bölünsün Y bərabərdir 12, qalıq 8. Düzdürmü? Mən buradan X-ı bir əvəz etmə yazıram. X bərabərdir 12, Y üstə gələk 8-ə və deyək ki, bölən və qismətin
bölən və qismətin x plus 12-nin qismətində cəmi 189-dursa, bölən və qismətin bölünən yox, y-in y plus 12 189-dursa, məndən nəyi soruşur? Bölən neçədir? İki natural ədəddən biri digərinə bölündükdə natamam qismət 12, qalır isə 8-dir. X bərabərdir 12y plus 8. Bunu yazdım. Bölən və qismətin cəmi 189-dur. Baxın, bu bölünən sözünü burada oxumamışam. Silməmiz gereken bəzi yerlərimiz var. Deməli, bölünən, yəni x plus y plus qismət 12 bərabər 189-dursa, x plus y bərabər edəcək 177-yə. X-in yerinə mən 12y plus 8 plus y bərabərdir 177 şəklində bir tənli yazsam, olacaq nə? Nə olacaq? Burada olacaq 13y bərabərdir 177-dən 8 çıxanda 169-a, y də bərabərdir 13-ə və bəndən də böləni soruşduğuna görə cavabımız olacaq C variantı. 15-ci sual. Şəkildə ABCD kvadratının daxilində kvadratların sahəsi verilmişdir. ABCD kvadratının sahəsi neçə kvadrat santimetrdir? Deməli, bu hissəni tapmaq üçün 16-dırsa bura 4-dür, 64-dürsə bura 8-dir. Düzdürmü? Kvadrat 12-dirsə, baxın, bu hissə 12-dirsə, kvadrat bilirik ki, 4 tərəfi bir-birinə bərabərdir. Bir tərəf 12-dirsə, digər tərəflər də 12-dir və sahəsini soruşur. Kvadratın sahəsini tapmaq üçün 12-yi kvadrata yüksəltməliyik. Bu deyəcək 144 A variantı. 16-cı sual. 16-cı sualda ümumi hissəni sayırıq 32 dənədir. Rəngli hissəni sayırıq 16 dənədir. 32-də 16 kəsri bizə verəcək. Hər iki sürət və məxrəci 16-ya ixtisar eləyəndə eləyəcək 2-də 1 A variantı. 17-ci sualda Muradın anasının çəkisi. Baxın, belə misallarda həmişə yadınızda saxlayın. Murad yazın, bir də anası yazın. Muradın anasının çəkisi Muradın çəkisindən 30. Muradın çəkisi x-dırsa, anasının çəkisi x plus 30-dur. Və bunların birlikdə çəkisi 114-dürsə, x 2x plus 30 bərabərdir 114-dürsə, 114-dən 30 çıxanda 4 84, 2x bərabərdir 84-də, x bərabərdir 42-yə. Və bizə nəyi soruşur? Muradın çəkisi neçə kiloqramdır? 42 kiloqram. 18. Bir filmin müddəti 2 saat 55 dəqiqədir. Film 16:45-də qurtararsa, bu film neçədə başlayır? Deməli, 16:45-də bitirsə, 2 saat 55 dəqiqədə davam edib də. 2:55 çıxıram. 0, 9, 5'ten 2, 3, 1. 14, 90 değil mi? 14, 90'dırsa mən onun 60'ını veririm 14'e. 14, 30 olacaq. 2 saat. Gəl belə deyək də, 2 saat gedirsə, 1 saat gedəndə olacaq 15:45. 2 saat gedəndə olacaq 14:45. 14:45'ten də 55 çıxanda 45'in çıxanda qalacaq 14:00. 10'lu çıxanda da qalacaq 13:50. Bu hissə bu formada çıxıram mən. Birinci 2 saatı çıxıram, sonra alınan dəqiqələr, qalan dəqiqəmizdən dəqiqəmizi çıxıram. 13:50 formasında bir şey aldım. Cavabımız 13:50'dir. Deməli, bir iş adamının şəxsi hesabında 58.234 manat pul var. Bu iş adamının 100.000 manatlıq həyət evi ala bilməsi üçün ona əlavə neçə manat pul lazımdır? Misalımız sözləndir deyə sizi qorxutmasın. 100.000 manat. 100.000-lə bu iş adamının pulunu çıxıram. Yəni 58.234 və evi ala bilməsi üçün 6, 9'dan 3, 6, 9'dan 2, 7, 9'dan 8, 1, 9'dan 5, 4. 41.766 manat pulu çatmır. Yəni biraz da dirəşsə ala bilər həmin o evi. 20-ci sualımız tənlikdir. Əlavə şeyləri silək.
Ümid edirəm 20-ci suala qədər sizə hər hansı bir məsələ haqqında aydın məlumat verə bildim. Deməli 45 vurulsun 12 üstə gələk 12 vurulsun n bərabərdir 70 vuraq 12. 12-yi mötərizə xaricinə çıxarsam 45 plus n bərabərdir 70 vuraq 12. Hər tərəfi 12-yə bölsün. Bu 12-lər gedir. 45 plus n bərabərdir 70-ə. N də bərabərdir 70-dən 45 çıxanda qalacaq 25. Cavabımız elə D variantı. LGS bir riyaziyyatın 20 dənə sualı tamamlandı. Ümid edirəm heç bir sualı sizə qaranlıq qalmadı və burada çətin düşünüləsi heç bir sual yox idi. Yəni gözünüzdə heç bir sualı böyütməyin. Növbəti LGS 1-in riyazi məntiq hissəsində görüşənədək.